Sadəcə 2 azına gedə biləcəyiniz möhtəşəm yer var. İlk olaraq Bakı Zooloji Parkına gəldik. Kassadan biletlərimizi aldıq. Buradan qiymətlərə baxa bilərsiniz. Biz sadəcə 2 azını ödədik. Tələbə olduğumuz üçün. Bu zooparkda ən sevdiyim yer həqiqətən akvariumdur. Çünki suyun içində olan balıqları, canlıları görmək o qədər maraqlıdır ki, həyatımdakı ən qorxduğum heyvan ola bilər. Ay, nəsə, burada belə keçid var idi. Akvariumun içinə girib baxa bilərdiniz də. Görün uşağın gözləri necə parıldayır. Maşallah. İçinə girib baxanda mənzərə belə görünür. Akvariumun içinə girdik. Çox qəşəngdir. O çox istidir. Getdi. Azıya Allah babacadır. Alan çıxıyor. Girişdə timsahlarla qarşılaşdıq. Gördüyünüz kimi 2 dənə balaca timsah, bir dənə isə böyük timsah var bu tərəfdə. Yerlər də belədir. Baxın dostlarımıza belə üzdən göstərin. Əsilizləri. これは私レイの19歳の物語。現実味のない世の中で何かを探し求めた。 Nəhayət akvariumu bitirdik. Həqiqətən məncə çox maraqlıydı. Eynən fərqli ilanlar. İlanlar ayaman. Mən suda olan balıqları daha çox sevdim. Həm də akvariumun belə əyri formada olması. Eynən. Çox böyük deyil, amma yenə də maraqlı qəşəngdir. Yaşanmaz. Gördüyünüz bu park 1945-ci ildə rəsmi olaraq Gənclik metrosu yaxınlığında açılmışdı. 125 müxtəlif növdə heyvan saxlanılır. Bunlardan 22-si qırmızı kitaba daxil olmuşdur. Sonra həqiqətən çox yox. Siz də bura gəlib müxtəlif heyvanlarla tanış ola bilərsiniz. Heyvanlarla tanış ola bilərsiniz. Heyvanları görə bilərsiniz. Siz də bura gəlib müxtəlif heyvanları görə bilərsiniz. Oy 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 oy. Meymunlar var. Hepimiz aynıyız, ırkçılık yapmayın. Hazırda zooparkın özünü gəzirik, heyvanlar, orada keçilər var idi. Bu tərəfdə leşiyənlər var. Oydu, leşiyənlər dəhşətdilər. Dəvə var, flamingo var, ayı var. İndi hamısını sizə çəkib göstərəcəm. İndi buradakı leşiyənlərə baxaq. Bu məzar qartalıdır. Bu çoldakı gülləri tanıyıram deyin, xahiş eləyirəm. Çünki biz uşaq vaxtdan ancaq bundan itirdik. Belə qopardırdıq. Sonra bunun bu arxa hissəsi var, yaşlı hissəsi. Onu belə qopardırdıq. Sonra şirin dad gəlir. İnşallah zəhərlənmərəm, buradakılar zəhəri zada çıxa bilər. O həyatda yaşayırıq uşaqlar. Məncə onun dadına baxın siz də bir dəfə. Video yükləmişsə bilin ki sağam. Yəni ölməzsiniz, siz də dadına baxın bir iki dəfə. Aslanı görməyə, yox şiri görməyə, yox aslan. Aslanla şir ayrıdır məncə. Baxaq görək. Küçük aslancık varmış, kırlarda koşar oynarmış, kırlarda koşar oynarmış. Babası onu pek çok severmiş. Babası onu pek çok severmiş. Güneş görəndə qızlar. Həqiqət ha bu arada. Bu aslan, eşik. Aslan. Aslan görmüyor arkadaşlar. Burada neler var? Tutuluşu yoksa papugay. Nedir bu? Gördün, şir yazdım, aslan. Hadi bu aslandı. Hadi ben de şir yazmıştım at. Kutuma kutusu bayına, kutuma kutu. Çıkıyor arkadaşlar. Bir de buradan çıxar güzgün arkasından. Bizim olduğumuz yerde olmuş, bizi parçalayırmış, ayama. Bir de film var uşaq okeanda qalır, yanında bir dənə şirlə. Teknenin içində. Sırtlan da olur onun içində. Bunlar da ayılar. Biri bu tərəfdədir. Oturub. Bir də o başda. Ayı! Uhu! Don ses çıxarıb ayı gözləyirəm. 2 manata gəlib dəyilə biləcək. En azından günümüz əyləncəli, maraqlı keçə bilər. Eynən, yəni nə vaxta qədər evdə oturub YouTube-a baxarsınız, Instagram, TikTok-u belə reelsləri, videolar fırlayasınız. Durun, çıxın evdən. Burada ən çox Hindistanlar, Pakistanlar falan buradadılar. Burası tövlədir. Burada atlar və toyuqlar var o tərəfdə. İndi saatları göstərəcəm. Bu pony həqiqətən çox qəşəng. Buna baxın. Yorulduğumuz
üçün artıq zooparkdan çıxırıq. Həqiqətən buralar gəz-gəz tutarmaq olmur, çox böyükdür. Tam %25 idi, evet, çox qəşəngdir. Gəzirik, buna görə çox pis yürüyorlar, həqiqətən. Yorulmuş, ayaqlarımız bağlayır, çünki yorulmuş adam ama çox maraqlı. Yəni, yorulmalar dəyər. Yorğunluğumuza değer diyendən sonra bizim Allah yorğunluq. haqqı. Ağzımız gibi söz tutdu artıq. Bəli, zooparkın hər bir köşəsini addım-addım gəzdik. Həqiqətən çox maraqlı idi və çox böyük idi. Buna görə dəhşət yorulmuşuq. Növbəti muzeylərə bilmirik necə gedəcəyik. Amma biz güclüyük. Girl power. Bəli, inşallah biz buradan qalxırıq artıq. Zoopark ümid edirəm ki, bəyəndiniz. Fikirlərinizi rəylərdə bildirməyi unutmayın. Hələ də kanalıma abunə deyilsinizsə, videomu bəyənib abunə olmağı unutmayın. Növbəti məkanımıza keçək. Marketlik acından ölürük. Çox yorulduq həqiqətən. Ona görə marketdən nəsə atışdırmalıqlar alacağıq. Özümə gəldim resmen. Metrodayım gedirik. Tağıyevin ev muzeyinə gəlmişdik, amma saat 5-də bağlanırmış. Giriş-çıxış saatları belədir. Gecikdik, təəssüflər olsun ki. 6-da tam bağlanır, amma 5-də kassa bağlanırdı, ona görə gecikdik. Təəssüf bura girə bilməyəcəyik. Muzeydə ən ürpərdiyim şeylərdən biri həqiqətən skeletlərdir. Bir bu skeletə baxın. Həqiqətən çox vahimiyə düşürür insanı. Gəldik ikinci mərtəbəyə. Burada birincisi milli paltarlarımız var. Həmçinin Hacı Zeynalabdin Tağıyevin ev muzeyidir bura. Və çox qəşəngdir. İçərinin dizaynı çox möhtəşəmdir həqiqətən. Hətta eşitdiyimə görə bu dizaynların çoxusu qızılla işlənibdir. Tariximiz o qədər zəngindir ki, tariximizi mütləq yaxşı öyrənin. O qədər möhtəşəm burada əşyalar var ki, hamısını təbii ki, çəkə bilmirəm, göstərə bilmirəm. Hər bir vətəndaş öz tarixini bilməlidir yaxlar. Və ən əsası Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə. Yəni bu şəkillərə baxanda bilmirəm, mən dəhşət pis oluram, sizin nə hisslər keçirdiyinizi bilmirəm. Hələ biz bu hadisələri şəkil formatında gördük. Görün o hadisələri yaşayan insanların hissləri necə olub. Hazırda isə Hacı Zeynalabdin Tağıyevin ev muzeyi, yəni qaldıq otaq, qonaq otağı, nə bilim geyim otağı zad hamısını görürəm. Yəni bu çox qəşəngdir. Gördüyünüz isə yemək otağıdır. Kim bilir burada nə toplantılar olub. Çox qəribədir. Yəni indi həyatda olmayan insanların olduğu yerdə olmaq. Bu arada bunları biz də evə belə düzürük servanta. Çox göstərişli, bayağı da bir genişli. Bu binanın aşağısı tarix muzeyi, yuxarısı Hacı Zeynalabdin Tağıyevin ev muzeyidir. Gəlməyinizi həqiqətən burada çox tövsiyə edirəm. Amma çox yoruldum, biletimdə belə. Nəysə, duraq keçək növbəti muzeyimizə. Xalça muzeyi. Dünən Aytac var idi, amma bu günlərim təkən. Sosial biri olduğum üçün normalda belə tək getmək həqiqətən çox qorxuducu gəlir mənə. Yəni çıxa bilmirəm da texniyi öyrənmək. Amma artıq üstəsindən gəlmişəm deyə düşünürəm. Peki. Bəli, bitti. Artıq gedirik. Burada da çox qəşəngdir. Hər tərəf gizlidir. Ay aman. İndi yarış oynayacaq. Arkadaşlar təbii ki bacımız utdu. Özgüvən. Əslində yaxşı oynayır ta o qədər də, yəni zəif oynamırdı. Sadəcə bəzi görmədiyi yerlər oldu. Mən də bilirsiniz ki, birinci dərəcə alacağım, amma nəzmişəm motorumuzu. Mən uddum. İndi gedək Xalça muzeyinə. Ayda bir ara heyecanlandığım kimi qorxuzu deyir ki, nəm səhv oynadın, nəm nədən ki, mən başımı tolladır da. Beni kandıramazsın. Xalça muzeyini heç gedəsim gəlmir. Uşaqlar maraqlarından yedilər. Mən gedib alıb oturub yemək istəyirəm bu sahildə. Yetər, yoruldum. Yaxşı, gedək Xalça muzeyinə də oradan gəlib maraqlarını alıb yeyərik. Dondurma.
həqiqətən çox qəşəngdir. Yəni bilmirəm, çox sevirəm mən muzeyləri, çox qəşəng görsənir. Xüsusilə tarixi muzeyləri daha çox sevirəm. Amma xalça muzeyində yeri ayrıdır həqiqətən. Hər bölgəyə uyğun fərqli xalçalar var və bu altında yazılır hamısı. Sandıqlara bax. Muzeylərin çoxunda belə yazılar olur, nömrələri ilə qoyulur. Siz hamısına baxa bilirsiniz nömrəsi ilə nədir. Məsələn, 2 nömrə, burada 2 nömrə yazıb. 2 nömrədə gördüyünüz budur, sandıq kimi hörülmə. Nə yazıb 2 nömrədə? Cecim. Qarabağ qrupu Azərbaycan 20-ci əsrin əvvəli yun ipək. İndi sizə bu xalça muzeyində ən sevdiyim otağı göstərəcəm. Yəni bayılıram da ora. Düzəldirdilər, qədim türklər içində girib qalmaq üstün xalçalarla zaten örtüldülər. Həmin otağın için elə dizayn ediblər, yığıblar da ona oxşar. Və çox qəşəngdir məncə. Bura təcili bax. Mən görə yavaş-yavaş utanmayam bax. İndi bura baxın. Keçmiş Azərbaycan xanımlarının geyindiyi paltar nümunələri də var idi. Bunların adı yadımdan çıxıb ya xurcun olmalıdır ya da pulqabı olmalıdır. Bəli, xalça muzeyində gəzdik. Həyat turumuz qutardı. Mən çox yoruldum. 2 gündür gəzirəm. Allah, bu qədər gəzmək olmasa günə ən az bir insan var. Xalça muzeyi düzdür, balacadır. Tağ yerindən xalça muzeyini bir günə sala bilərsiniz. Amma zoopark çox böyükdür deyə. Zooparkı sırf bir günə salın. Qalan 2 muzeyi bir günə salın. Məndən tövsiyə. Yoxsa yorulacaqsınız. Allah görürəm. Gidin buraya. Dondurma. Gidip dondurma yiyək. Sən mən 2 manat yox, 3 manat deyəcəm. Amma 3 manat uyğundur da. Yəni 2 manatın tayı olmasa da oxşardır. Havacı da, qardaşıdır. Xalça muzeyi işçiləri çox mehribandır. Həmçinin çəkiliş icazə var deyə yadım rahat olur da. Digərlərinə çəkiliş icazə vermirlər çox da. Ona görə nanay. Bir dənə xalça muzeyində xoşuma gəlməyən şey oldu ki, xalçaların üstünə dəysən tökülməsin deyə. Ya məsələn insanlar çıxarıb su içə bilərik, yemək yeyə bilərik çantamızdan çıxarıb. Ona görə deyirlər ki, suyunuzu və yeməyiniz varsa çantanızda qoyun bura girişdə. Mən də qoydum və çoxlu sular var idi və onlardan ayırdım, üstə qoydum. Götürüb qarışdırıblar. Mən dedim daha istəmirəm qalsın. Təbii qarışacaq da. İşte indi sahildəyəm, gəzirəm. Krasın bu tərəf cəmlər tərəfimizə dumanlı deyil, baxın. O tərəflərinə baxın, görsənəm dumanlı kimi görsənir. Görüyorum ben. Flamingo o. Nə qədər yorulsam da hazırda məndən xoşbəxt bir insan yoxdur. Siz dondurmanı çox sevirəm. Mən aldım bir karamelli. O bu saqqızda. 3 manat. Ama çok büyük değer. Kedicik geldi. Bim bim bim. Oy.